11 sentyabr terror aktını və Covid-19 pandemiyasını proqnozlaşdıran Bolqaristanlı kahin Baba Vanga bu il bəşəriyyətin ilk dəfə yad planetlərlə əlaqə quracağını və 3-cü Dünya müharibəsinə başlayacağını proqnozlaşdırıb. Balkanların Nostradamusu, Bolqaristanlı kahin Vanga'nın ən maraqlı proqnozu yad planetlərlə təmasdır. Belə ki, Vanga'nın iddiasına görə 2026-cı ilin noyabr ayında nəhəng bir kosmik gəmi yer atmosferində daxil olacaq. Vanga 3-cü Dünya müharibəsinin başlamasını da 2026-cı ilə təsadüf edəcəyini bildirib. O, dünyanın dərhal yox olmayacağına və sonun yalnız 5079-cu ildə gələcəyinə inandığını iddia edib. Onun gələcək illər üçün əsas proqnozları isə bunlardır. 2028-ci il insanlar Veneranı enerji mənbəyi kimi istismar etməyə başlayacaqlar. 2033-cü il qütb buzlaqları əriyəcək və bu da dəniz səviyyəsinin fəlakətli şəkildə qalxmasına səbəb olacaq. 2076-cı il kommunizm dünyanın hər yerinə yayılacaq. 2170-ci il böyük quraqlıq planetin nəhəng bir hissəsini viran qoyacaq. 3005-ci il yer kürəsi Marsdakı sivilizasiya ilə müharibə aparacaq. 3797-ci il yer planeti yaşanmaz hala düşəcək və insanlar başqa yerə köçmək məcburiyyətində qalacaqlar. Və nəhayət 5079-cu il dünyanın sonu. Sizcə bu deyilənlərə inanmaq lazımdır ya yox? Vanga Şahzadə Diananın ölümünü və New Yorkdakı terror hücumlarını dəqiq proqnozlaşdırsa da, onun səhvən Barack Obama'nın ABŞ-nin sonuncu prezidenti olacağını və 3-cü Dünya müharibəsinin 2010-cu ildə başlayacağını iddia etməsi də var. Onun yad planetlərin 2025-ci ildə böyük bir idman tədbiri zamanı özlərini ortaya çıxaracağı ilə bağlı proqnozu da özünü doğrultmuyub. Sonunda isə şərhlərə Vanga'nın proqnozlarına fikir bildirməyinizi istərdim. Sizcə Vanga'nın hansı proqnozu daha inandırıcıdır?